Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir. Kim güclüdür, o da haqlıdır. Ancaq bu Biden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. Və o vaxt administrasiyanın yüksək vəzifəli şəxslərlə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin. Və əgər o administrasiya və onun nümayəndələri bugün hakimiyyətdə qalsaydı, onların bir xahişini də biz yerinə yetirməyəcəyik. Mən həmişə kadrlara ədalətli olmuşam, amma etimadı doğrultmayan əyri yola gedənlər əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, belə hallar kifayət qədər çoxdur, ya da ki, inzibati qaydada cəzalandırılır. Böyük xalq olduğumuz üçün mən çox istəyirəm ki, bütün Azərbaycanlılar Azərbaycan dilində bizim kimi danışsınlar. Yəni, bu mənim arzumdur.